Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi qeyd edilib. Gülüstan sarayında təşkil olunan tədbirdən öncə təhsil və irs sərgisinə baxış keçirildi. Sərgidə ali təhsil müəssisəsinin zəngin tarixi irsi, keçdiyi inkişaf mərhələləri, elmi pedaqoji nailiyyətləri və müasir inkişaf strategiyası təqdim olundu. Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova təhsil müəssisəsinin illər ərzində əldə etdiyi uğurlardan danışdı. Daha sonra gələcək planlarda daha böyük məqsədlərin yer aldığını bildirdi. Qarşıda daha böyük məqsədlər və hədəflər dayanır. Müasir dövrün tələblərinə tam cavab verən mütəxəssislər hazırlamaq, universitetin beynəlxalq aləmdə nüfuzunu artırmaq, rəqabətə davamlı innovativ elm və təhsil mərkəzi olaraq ölkədə və xaricdə tanınmasını təmin etmək. Əminəm ki, universitetimizin professor müəllim heyəti və əməkdaşları zamanın çağırışlarına cavab verərək yeni dövrün mütəxəssislərini hazırlayacaq və vətənimizin qarşısında öz borclarını yerinə yetirəcəklər. Ümid edirəm ki, gələcək 50 il universitetimizə daha böyük uğurlar, daha böyük nailiyyətlər gətirəcək. Çıxış edən Elm və Təhsil Naziri Emin Əmrullayev Memarlıq və İnşaat Universitetinin məzunlarının mühüm sosial və strateji layihələrdə fəal iştirakını xüsusilə qeyd etdi. Memarlıq və İnşaat Universitetinin məzunları olan gənc mühəndislər Azərbaycanda yeni universitet olan Qarabağ Universitetinin inşasında çox yaxından iştirak edirlər, çox böyük ürəklə iştirak edirlər. Məsələn, Kəlbəcər məktəbinin tikintisinin bütün nəzarəti Azərbaycan Memarlıq İnşaat Universitetinin təxminən 25 yaşlı inşaat mühəndisi tərəfindən aparılır. O cümlədən də Qarabağın və Şərqi Zəngəzurun bərpasında Azərbaycan memarlarının və inşaatçılarının və bu zalda oturmuş insanların yetişdirdiyi insanların çox böyük zəhməti və əməyi var. Tədbirdə Memarlıq və İnşaat Universitetinin 50 illik inkişaf yolunu, elmi pedaqoji nailiyyətlərini və gələcək strateji hədəflərini əks etdirən təqdimat filmi nümayiş etdirildi. Daha sonra qonaqlara söz verildi. Onlar çıxışlarında universitetin milli ali təhsil sistemində tutduğu mövqeyi yüksək qiymətləndirdilər. Vurğulandı ki, universitetin 50 illik yubileyinin qeyd edilməsi ali təhsil müəssisəsinin tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Azərbaycanın mühəndislik, memarlıq və dizayn təhsilinin gələcək inkişafı üçün möhkəm təməl yaradır. Tədbirin sonunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəhbər və pedaqoji heyəti ali təhsil müəssisəsinin yaradılmasının 50 illik yubileyi münasibətilə Prezident İlham Əliyevə müraciət ünvanladı.